Prodüser və aparıcı Tarix Əliyev verilişində həmkarı Zaur Nəbioğlunun cavabını verib. Milli Az xəbər verir ki, o sərt sözlərlə dostum dediyi teleaparıcını yerdən yerə vurub. Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən Zaurlar arasında ən sonuncususan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən. Mən bu sahədə olanda sən Zaur Baxşəliyevin kadr arxasında köməkçisi idin. Bugünə qədər sənə böyük jestlərim olub. Heç onları demirsən. Sənin öz dostun, öz işçin gəlib burada verilişinin mətbəxini açıb danışıbsa, bu mənim yox, sizin probleminizdir. Demək ki, sizin dostluğunuz laxlayıb. Əgər dediklərini mənə görüntülərlə sübut etsən, səndən üzr istəyəcəm. Mən nə səndən, nə də sənin kimi heç bir aparıcıdan çəkinmirəm. Belə şeylər eləmə. Hamı elə bilir ki, bunu yalandan edirik. Amma artıq belə olmaz. Sözümü də açıq-aşkar deyirəm. Mən həmişə odun üstünə su tökmüşəm. Sənin verilişinə gələn müənnilər danışılan səhvləri gəlib burada düzəldirlər. Xatırladaq ki, Zaur Nəbioğlu Tarix Əliyevi onun verilişini təkrarlamaqda və mövzularını oğurlamaqda günahlandırmışdı.